Salam, gəlin türk mətbəxinə aid olan məşhur dalyan köftə hazırlayaq. Soğanla birgə çəkilmiş ətin üzərinə bir yumurta, sarımsaq, 2 fal çörək, duz, istiyot əlavə edib qarışdırıram. Uzun sov forma verib içərisindən oyuq açıram və içərisinə bişmiş kök, yumurta, yaşıl noxud əlavə edib əti birləşdirirəm. Yağlı kağıza, sonra isə folqaya bükürəm, soba listinə qoyub üzərinə su tökürəm və sobaya göndərirəm. Sobada bişdikdən sonra açıb üzərinə bitki yağı vururam. Bu dəfə açıq şəkildə yenidən qızarmağa göndərirəm. Köftəmiz qızarana qədər sosu hazırlayıram. Soğan, qırmızı biber, yaşıl biber, sarımsaq qızartdıqdan sonra üzərinə pomidor tomatı əlavə edirəm. Sonra üzərinə su, duz, istiyot əlavə edib bir-biron qaynadıram. Blenderdan keçirdikdən sonra üzərinə bişmiş göbələk əlavə edirəm. Qarnir olaraq isə yanına düyü süzürəm. Köftəmiz biraz qızardıqdan sonra üzərinə pendir qoyub biraz əridirəm. Əslində reseptdə yoxdur bu. Və keçirəm servisə. Mən bu cür etdim. Sizin isə ürəyiniz necə istəsə elə də edə bilərsiniz. Köftəni doğrayanda içərisində olan kök, yumurta, yaşıl noxud çox gözəl görsənir. Siz də hazırlayın, bəyənərək dəstək olmağı unutmayın.